Salam, hörmətli tamaşaçılar. Bugün biz virtual məkandan danışacağıq. Niyə internet millət ola bilmirik? Niyə virtual məkanda informasiya müharibəsində uduzuluq və bunun səbəbləri hardadır, nədədir? Və söhbət aparmaq üçün studiyamıza Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Profesor Rasim Əliquliyevi, Millət Vəkili Qənar Paşayevanı və hüquqşünas Dadaş Alışovu dəvət etmişik. Xoş gördük hər birinizi. Rasim mənim, dediyim ifadəyə qayıdır. Niyə biz internet millət ola bilmirik? Əvvəla, təbii ki, deyəcəksiniz, bu istiqamətdə işlər görülür. İnternet millətə bir aydınlıq gətirək ki, bizim tamaşaçılar bilsin ki, biz nəyə nəzərə tuturuq. Biz elə millətimizin adını dəyişmə fikrimiz yoxdur. Biz adımızdan fəxr eləyirik. Amma bundan başqa o siz dediyiniz o ritorika başqa istiqamətdədir. İnternet millət dedikdə o ölkə internet millət sayılır ki, ölkə əhalisinin 50%-dən çoxu internet istifadəsidir. Belə olduğu halda deyirlər ki, filan ölkədə yaşayan millət internet millətdir. Yəni ki, o millət öz adını dəyişmir. O ki qaldı, biz niyə ola bilmirik? Biz inşallah yaxın vaxtlarda olacağıq. Çünki dünyanın inkişaf tempi belədir ki, addım-addım internet istifadəçilərin sayı artır. Yəni ölkədə informasiya cəmiyyəti qurulur və bu informasiya cəmiyyətini xarakterizə edən müxtəlif indikatorlar var ki, mobil telefondan başlayaraq kompüterlərin sayı, internet istifadəçilərin sayı və s. Bütün bunlar hamısı addım-addım gətirib ona çağırdacaq ki, bizim Azərbaycan Respublikası da inkişaf etmiş ölkələr kimi internet millət ölkələri sırasına daxil olacaqdır. Bizdə bax, son zamanlar bir neçə il, belə son 3 il ərzində o inkişaf tempi bunu deməyə əsas verir. Çox yaxın zamanlarda hesab edirəm ki, Azərbaycan Respublikası da o demək sıraya qədəm qoyacaqdır. Sizin faiz göstərisi necə demək olar? Bu günləri belədir. Bu gün Azərbaycanda, bəli, bu gün Azərbaycan Respublikasında ölkə əhalisinin 10% internet istifadəçisidir. Yəni ki, 850 min, təqribən 1 milyona yaxın Azərbaycan Respublikasında internet istifadəçisi vardır. Bu MDM məkanında pis görsənmir. Çünki bizdən aşağıda çoxlu respublikaları var. Qafqazda biz öndəyik, bunu mən deyə bilərəm. Və Avropaya doğru getdikcə təbiidir ki, onların faizi nisbətən yüksəkdir. Və ümumiyyətlə dünyada orta internet istifadəsi göstərisi 16%-dir. Yəni, hələlik onu demək lazımdır ki, biz ümumdünya orta göstərisindən nisbətən aşağıyıq. Amma qeyd etdiyim kimi, interneti xarakterizə edən bir sıra parametrlər var ki, yəni Respublikanın beynəlxalq internetə qoşulma sürəti hər il demək olar ki, 10 dəfə artır. Bunun özü əsas verir ki, biz internet millət ola bilək. Ondan sonra ölkəmizdə dövlət siyasəti bildiyiniz kimi, dövlət siyasəti çərçivəsində elektron Azərbaycan proqramı həyata keçirilir. Elə bunun da hədəflərindən bəlkə də elə birincisi internet millət olmaqdır. Yəni, qlobal informasiya cəmiyyətində Azərbaycan Respublikası bir inkişaf etmiş bir ölkə kimi təmsil olunacaqdır. Qənar xanım, Rasim mənim dedi 1 milyona yaxındır internet istifadəçilərinin sayı və Qafqazda birinci dedi. Sizcə biz internetdən doğru mu istifadə edirik? Bilirsiniz, Rasim müəllimin təbii ki, dedikləri rəqəmlərdir, amma mən biraz bəzi məsələlərə fərqli baxıram. Siz dediniz, önəmli məsələlərdən biri də kəmiyyət deyil, keyfiyyətdir. Yəni, o sualına görə mən qoydum ki, biz doğru mu istifadə edirik? Mən buna gələcəm. Bilirsiniz, bugün internet deyəndə ümumiyyətlə dünyada təkcə hansısa saytlara baxmaq, hansısa saytlarda, nə bilim, hansısa məlumata baxmaq getmir. Bugün internet dünya dediyimiz bu biznes qurmadır. İnternet dünya dediyimiz iş imkanları axtarıb tapmadır. Yəni, bütün vasitələr, internet bugün dünyadır əslində. Dünyanın bütün imkanları hamısı internet üzərindən həyata keçirilir. Burada nə qədər biz uğurluyuq, məncə bundan istifadə bu prizmadan daha çox yanaşmalıyıq. Nəinki interneti açıb ona baxa bilmə və yaxud da ayda bir dəfə nəyə görəsə hansısa bir məktub göndərmək üçün internetə, belə deyək, daxil olmayla mən bu internetin istifadəçilərinin, belə deyək, keyfiyyət, nə iş ilə daha çox məşğul olurlar internetdə, bu da önəmli məsələlərdən biridir. Amma siz deyirsiniz, internet millət bilirsiniz, niyə ola bilmirik? Mən elə gəlir bizim surətimiz lazımı səviyyədə deyil və bu lazımı səviyyədə olmamanın səbəbləri var. Bilirsiniz, bir şeyin bazası olmalıdır. Bayaq elə keyfiyyətə də gətirdik. Təhsil önəmlidir. Bugün bizdə informatika necə tədris olunur?
hansı keyfiyyətlə tədris olunur? Yəni, indi məktəblərimizi kompüterləşdiririk. Amma söhbət ondan getmir ki, məktəblərdə qəşəng-qəşəng kompüterlər quraq, onun internetə çıxışları da olsun. Ümumiyyətlə, o fənnin tədrisi hansı səviyyədədir? Bizim mütəxəssislərimiz hansı səviyyədədir? Mən orta məktəbləri qoyduq bir tərəfə. Keçək ali məktəblərimizə. Hansı ki, bu gənclər artıq sabahın, bugün tələbədir, sabahın iş adamlarıdır, öz həyatını qurmalıdırlar, dünyaya çıxış qurmalıdırlar. Nə səviyyədədir ali məktəblərimizdə bu fənnin tədrisi? Bunu da kənara qoyun. Bu ixtisasın özünlə bağlı ki, fakültələr var ki, bu ixtisas məhz tədris olunur. Oradakı səviyyə nə qədərdir? Bax, bunun üzərində... Bu suala cavab axtaraq, mütəxəssisdən cavab istəyək. Cavab axtarmaq daha çoxdur. Rasim müəllim, nə səviyyədədir? Çıxış imkanlarını daha ciddi şəkildə biz insanlarımızın internetdə daha asan çıxış imkanlarını da mən düşünürəm ki, sağlamalıyıq sürətli keçid üçün. Mən bir qədər fərqli fikirdəyəm. Məsələ bundan ibarətdir ki, informasiya cəmiyyəti bir sıra fənləri əhatə eləyir. Biz, belə deyək ki, kommunikasiyadan başlayaraq düz o hüquqi aspektlərə qədər, sosial aspektlərə qədər, ümumiyyətlə, cəmiyyətdə elə bir sahə yoxdur ki, internet əhatə eləməsin, Qənar xanım düz buyurur. Və bu istiqamətdə, çoxlu istiqamətdə olan məsələləri gətirib bir informatika fənninin üzərinə yıxmaq bir qədər düzgün deyil. Fənləri artırmaqdır olar, yəni problem deyil. Yəni, bu informasiya cəmiyyətinin qarşısında qoyulan məsələlər çox genişdir və cəmiyyətin müxtəlif sahələrini, müxtəlif müstəvidə olan məsələləri, siyasi, iqtisadi, hüquqi, psixoloji, mənəvi, etik, yəni məsələlər çoxdur, yəni heç bunun məhdudiyyəti də yoxdur. O nöqteyi nəzərdən bütün aspektlərə cavab verə biləcək hər hansı bir informatika ixtisasını günahlandırmaq mən hesab edirəm ki, düzgün deyil. Çünki informatika fənninin qarşısına qoyulan demək, məsələlər başqa cürdür. Yəni onun konkret olaraq informatika fənninin qarşısında qoyulur məsələ ki, informasiyanın qəbul olunması, yadda saxlanması, emalı ilə məşğul olan demək, o texniki sistemlərdir, proqramlaşdırma və s. kimi məsələlərlə məşğul olsun və Azərbaycan Respublikasında biləsiniz ki, bu istiqamətdə çox böyük müvəffəqiyyətlər vardır. Yəni mütəxəssislərimiz çox yüksəkdir və müstəqil Azərbaycanın o azsali ixtisaslarından biridir ki, bir dənə də Azərbaycana kənardan kimsə gəlib informatikanı bizlərə öyrətmir. Biz bunun fəxr eləyirik. Bizim alimlərimiz, bizim müəllimlərimiz, ali təhsil sistemində informatika yönümlü o dərslər keçənlər bizə hansı rabitəçi kənardan gəlib bizə rabitəni öyrədir və yaxud da qabaşıl texnologiya öyrədir və s. Mən başa düşürəm. Amma məsələ bundan ibarətdir ki... Səviyyədə demirəm, yəni sizin dedikləriniz elə o fənnin içində də tədris etmək vardı indiyə qədər. Amma Qənar xanımın dediyində başqa bir məsələ var ki, doğrudan da bu informasiya cəmiyyətinin o bazisi, platforması, o əsası texniki infrastruktur olmaqla yanaşı, onun üzərində yeni mühit formalaşır. Yəni elə elektron hökuməti götürək, elektron seçkini götürək, elektron bələdiyyəni götürək. Bu günün reallıqlarıdır. Yəni real dünyanın virtual reallıqlardır, belə deyək. Bax, bütün bunların hamısının, yəni bu istiqamətdə bizdə mütəxəssislər yetərli deyil. Nə üzrə? İnformasiya təhlükəsizliyi üzrə, informasiya mədəniyyəti üzrə, informasiya etikası üzrə, informasiya iqtisadiyyatı üzrə. Görürsünüz, yəni cəmiyyətin informasiya hüququ üzrə mən yadıma düşür. Yəni bütün bu istiqamətlər üzrə Sovet təhsil sistemində kadr hazırlamayıblar. Çünki o vaxtda informasiya cəmiyyətinin özü yox idi və başqa inkişaf etmiş ölkələrdə var idisə də o çox aşağı vəziyyətdə idi. Amma indi qeyd etdiyimiz kimi artıq cəmiyyət yeni bir eraya qədəm qoyur, informasiya cəmiyyəti erasına və bu mühitdə təbiidir ki, o virtual informasiya cəmiyyətinin aşağı hissəsi var ki, o dəqiq elmlərin üzərinə düşürülmüşsə, bir də var ki, o başqa elmlər də bura cəlb olunur, yəni hüquqşünaslar, qanunvericilik və s. Beləliklə cəmiyyətdə yeni mühit formalaşır. Bizim kəsirimiz, bizim çatışma, yəni ki, problem üzləşdiyimiz məsələ məhz onun üzərində olan məsələlərdir. Mən də bunu gətirirəm, Rasiməm. Yəni biz bütün bu prosesi informatikanın üzərində saxlamışıq və burada dayandırmışıq. Bəlkə informasiya cəmiyyəti ilə bağlı nəsə ayrı fənn tədris olmalı? Addım var. Mən tamamilə razıyam ki, bizim institut bir neçə il bundan öncə Qənar xanım qaldırdığı məsələləri özündə əhatə eləyən həm orta təhsil sistemində, həm də ali təhsil sistemində informasiya cəmiyyətinin əsasları, yəni informatika fənni ilə yanaşı, yəni kompüter, proqramlaşdırma, o məlum şirkətlərin proqram məhsulları var ki, ofis proqramları, Word və s. bunları bilməklə yanaşı, eyni zamanda nə baş verir? Bax, bu informasiya cəmiyyəti nədir? Bunun strukturu, bunun anatomiyası, bunun mahiyyəti nədən ibarətdir? Bax, o fən bizdə tədris olunmur. Bu boşluq, üzr istəyirəm dadaşmanım, bunu mən deyim. Bizim də institut təşəbbüs qaldırır ki, həm orta təhsil sistemində, həm də ali təhsil sistemində informasiya cəmiyyətinin əsasları fənni keçirilsin. Bax, bu internetin özünün imkanları, onun özünün o hörümçək toru, oradakı o domenlər, o birisi, onun özünün mahiyyəti var da, yəni ki... Ya bu
bu ayrı fən kimi və yaxud da ki, biz bu informatika dediyimiz fənnin mahiyyətinin içində fərqli bir baxış açılır. Onun içərisində necə ola bilər? Yox, mən razıyam, mən ayrı fən üçün razıyam, amma əgər bu günlər onu hər hansı bir argumentlər gətirib ki, yox, bilirsiniz, hələ onun üçün kadrlar hazırlamalıyıq, o fənni tədris edəcək. Gəlin açıq deyək, yəni bu belə deyəcək Rasim, kadrlarımız, hələ amma biz o kadrların hazırlaması etapına qədər heç olmasa pilot olaraq da olsa bunun içində keçməliyik. Yəni bugün bizim bu boyda mütəxəssisimiz yoxdur deyib gözləmək mən hesab edirəm doğru deyil. Hüquqi rəy deyişdir. Mən ilk növbədə bir məsələyə toxunmaq istərdim. Ümumiyyətlə, nədənsə həmişə informatika dedikdə mən öz tələbəliyim yadıma düşür. Yəni biz hüquq fakültəsində oxuduğumuz dövrdə informatika fənni açıq deyim bizim üçün həmişə ən ağırlı fən idi. Birinci bizim özümüzün tələbə kimi o qədər marağımız yox idi o fənnə. İkincisi də fənnin özü də maraqsız idi. Yəni informatika fənnində biz gedirdik nöqtələr, kəsirlər və bizim üçün çox ağrılı və başa düşülməyən bir proses idi Rasim mənim. Amma o vaxt elə gətirdi ki, biz İngiltərədə oxuyanda məsələn orada müxtəlif ixtisaslar var idi. Hüquq və computer science, yəni law, computer science, history, computer science, yəni müxtəlif elmlər və computer science, information technology. Həqiqətən də mənim üçün ilk dəfə belə təəccüblü qalanı oldu ki, necə olur ki, həm informatikanı öyrənirsən, həm hüququ və yaxud həm informatikanı öyrənirsən, həm tarixi. Yəni sonradan mən də o kurslardan bir neçəsini götürdükdən sonra gördüm ki, heç də bizim başa düşdüyümüz informatika deyilmiş bu. Tamamilə yeni baxış hadisələrə, proseslərə baxışdı və o qədər də maraqlı gəldi ki, məsələn, ondan sonra mənim özüm daha çox maraqlı idim ki, müxtəlif informatika ilə bağlı olan kursları götürüm. Çünki çox texniki, belə deyək də, texniki cəhətdən çox da yüklənmiş bir ixtisas deyildi. Əslində bizi daha çox maraqlı edən, daha çox şeyləri virtual aləmdə öyrədən bir kurslar idi. Bax, belə bir kurslar. Bizim nəzəriyyəyə üstünlük verməliyik. Yox, məsələ başqa şeydir. Dar çərçivədən baxışımızdır. Dar çərçivədən baxışımız, razılaşma olar. Biz informatikaya, mən yadımda da orta məktəbdə oxuyanda Sovet dövrünün sonu gəlmişdi. Çox təəssüf ki, bugün də bəzən bir çox hallarda informatika o baxış ilə o səviyyədə də qalıb. Yəni o fənnin təbliği olsun, ona yanaşılma olsun. İndi mən Rasimlə razıyam, amma bugün bu ayrılıq ortaya qoyulurmu ki, bu cür tədris artıq uğurlu deyil. Ən önəmlisi budur. Bu uğurlu metod deyil artıq. Və biz daha uğurlu metodlara dünyada keçilən kimi keçməliyik. Çünki Dadaş müəllim dediyi kimi o cür tədrisə heç kim gəlmir. Uşaqların da marağı yoxdur. İlkin məktəblərə gedin, informatika dərslərinə baxın. Görün nə səviyyədə olacaq. Uşaqlar da maraqsızdır. Yəni onu daha maraqlı bir səviyyədə insanlar özü üçün onun nə qədər maraqlı olduğunu həyatında hiss edəcək qədər o fən göstərilməlidir. Məsələ bundan ibarətdir ki, o qoyduğunuz məsələlər var ki, o informasiya hüququ, informasiya bizdə yoxdur. Tamamilə doğru, çünki biz bununla məşğul olmamışıq. Amma indi məşğul olmağa başlamışıq. Bir sıra ali məktəblərdə informasiya iqtisadiyyatı, informasiya hüququ başlanıbdır. Elmi tədqiqat institutlarında mövzular var ki, dissertasiya mövzuları çərçivəsində araşdırılır. Və məhz Respublika Prezidenti Cənab İlham Əliyevin Azərbaycanlı gənclərin xaricdə təhsil alması, o demək ki, üzrə dövlət proqramında bu məsələlər nəzərdə tutulubdur. Müvafiq qurumlar, Rabitə və İnformasiya Texnologiya Nazirliyi, Elmlər Akademiyası müvafiq qurumları məhz informasiya cəmiyyətinin tələb etdiyi o ixtisaslar üzrə kadrların hazırlanması üçün aparıcı ali məktəb istər Cənubi Koreya, istər Malayziya olsun, istər Amerika olsun, ora biz Azərbaycanlı tələbələri seçib göndəririk. O ki, qaldı nəyə görə Dadaş mənim informatika fənnində biraz darıxıbdır. Məsələ bundan ibarətdir ki, informatikanın özünü həmin ixtisasın tələbatına uyğunlaşdırmaq lazımdır. Bazı informatikası, o texniki informatikanı gətirib hüquqla məşğul olana və yaxud da jurnalistika məşğul olana o şəkildə demək olmaz. Onun üçün də hüquqi informatika sözü var, tibbi informatika sözü var, iqtisadi informatika sözü var. Əlbəttə. Yəni, informatikanın qarşısında qoyulan məsələ hədəf olaraq əgər hüquqsa, hüquqi proseslərdə olan məsələlərin informatikanın dilinə gətirilməsi, alqoritmləşdirilməsi, emalı, yadda saxlanması, onun təqdim olunması və s. kimi məsələlərdir. Ona görə də bizdə həmin tezisdən bir qədər razılaşmaq olar ki, informatika fənninin ümumiyyətlə Azərbaycanda birinci sinifdən, bəlkə də bağçadan başlayaraq, düz o ali təhsil pillələrinə qədər vahid bir konsepsiya kimi baxıb, informatikanın özü həmin ixtisaslara inişas olunmalıdır. O
o ixtisasların tələbatına əyaqlaşmalıdır. Bəli. Bax, bu nöqteyi nəzərdən informatika çox əhəmiyyətli olardı. Belə bir təşəbbüslər var, təbiidir ki, mütəxəssislər demək, bu istiqamətdə araşdırmalar aparırlar. Çünki demək, ixtisasın özünün mahiyyətindən doğan o tələbata uyğunlaşmaq lazımdır. Ya Rasim müəllim, söhbət ondan getmir. Söhbət ondan gedir ki, bunun tədris olunması həm də sizin dediyiniz məktəblərdə niyə lazımdır? Məsələn, bəzi xarici ölkələrdə mən maraqlı bir misal çəkim. Heç ali təhsil məktəblərini bitirməyiblər. Adi insanlar, əlil insanlar evdə oturub özünə iş tapma imkanları var. Yəni bu elə bir dünyadır ki, insan adi fiziki qüsurların var. Sənin yəni fiziki işlə məşğul olmaq imkanları yoxdur. Sənin üçün iş yerləri var. Sənə işlər təklif olunur. Sən o iş yerlərindən istifadə edə bilirsən. Bugün dünya bunun dünyasıdır. Sən evində oturub təhsil ala bilirsən. Yəni harasa getməyə xüsusi spesifik təhsil ala bilirsən. İnsanlar var, qruplar, xüsusilə Avropada indi Rasim müəllim bunu bilir ki, xüsusi kateqoriyalar var ki, bu bilirsiniz bir dövlət üçün həm bir insanın şəxsi büdcəsi üçün önəmlidir. Bir yerə getmədən öz işini görə bilər. Hansısa imkanları yoxdur, fiziki imkanları, əqli imkanları var. Öz evində oturub hansısa işi görə bilər, təhsil ala bilər evində oturub. Hətta mən Türkiyədə maraqlı bir şey gördüm Rasim müəllim. Texniki təhsil belə ala bilirlər. Peşə təhsili bunun üzərindən o qədər gözəl proqramlar üzərinə. Yəni bizim dediyimiz budur ki, insanlarımız bunlardan istifadə edə bilsin. Yoxsa elə kompüteri necə istifadə edirlər, internetə girmək düşüncəsi yox. Yəni bu yararlanmaq bu dünyadan, bəlkə mən ifadələrimlə, terminlərlə mütəxəssis deyil. Çox ifadə edə bilməm. Bu dünyadan yararlanma öyrətməliyik gənclərimizə ki, heç ali təhsil almır. Amma o da yararlana bilər bu dünyadan kifayət qədər. Bütün bu məsələlər Avropada yaxşı həll olunur. Yəni, inkişaf etmiş ölkələrdir, informasiya cəmiyyəti oralarda yaxşı inkişaf edibdir. Çoxdan internet millətdirlər, çoxdan deyək ki, bu istiqamətdə Qənərə xanımın dediyi və bu məsələnin kökündə də insan hüquqlarıdır ki, insan oxumalı, insan oxumaq, təhsil almaq, söz azadlığı və s. hüquqları malikdir. Bütün insan hüquqların, bütün müddəaları informasiya cəmiyyətindən yüksək səviyyədə təmin olunur. Şikəst insanların təhsil alması, işləməsi, özlərinin reallaşdırması, cəmiyyətin normal üzvü olması, bütün bunlar hamısı çox təməl prinsiplərdir. İnformasiya cəmiyyətinin qarşısında elə qoyulan ali məqsədlər odur. Avropa ölkələrində bu istiqamətdə atılan addımlardan bir balaca məlumat vermək istəyirəm. Avropada elektron vətəndaş anlayışı var. Yəni, bu internet millət biraz ritorikadır. Əsas məsələ bu elektron vətəndaşdan söhbət gedir. Yəni, informasiya cəmiyyətinin vətəndaşı elektron vətəndaş olmalıdır. Yəni, elektron vətəndaş olduğu halda o insan haqlarından irəli gələn bütün hüquqları reallaşdırma imkanına malik olur. Yəni, kompüterdən, internetdən istifadə etmək o vasitədir yalnız, o məqsəd deyil. O, onun vasitəsilə o özünü reallaşdıra bilir. Əməyini, qabiliyyətini, intellektini və s. Avropa Birliyi hələ 1995-ci ildə qərar qəbul edib ki, elektron vətəndaş proqramının həyata keçirilməsi, cəmiyyətin özünün müxtəlif təbəqələri, hətta həbsdə olanlar üçün də, hətta həbsdə olanlar üçün, şikəst insanlar üçün, o şikəstlərin özlərinin də imkanlarına görə kateqoriyaları var ki, indi onu yəqin hiss edirsiniz, nə demək istəyirəm, o kateqoriyalar üzrə, yaşa görə, bütün o, belə deyək də, bütün qruplar üzrə onların ayrı proqramları var ki, bunları həmin cəmiyyətə hazırlamaq lazımdır. Hətta belə bir söz də var, üzr istəyirəm, hətta belə bir söz var ki, elektron vətəndaş pasportu. Yəni, o elektron vətəndaş pasportu dedikdə, bizim bu adi o pasport masalarında verilən pasportlardan söhbət getmir. Söhbət ondan gedir ki, bu elektron vətəndaş, yəni cəmiyyətdə o kompüter savadına malik olmalı, informasiya mədəniyyətinə malik olmalı, internetdən istifadə etməli, internetdə təhsil almağı bacarmalı, ümumiyyətlə internetlə və ümumiyyətlə informasiya cəmiyyətinin verdiyi bütün imkanlardan istifadə edib, həm o informasiyanı istehlak etməli, yəni bilgi almalı, eyni zamanda özünün daxili aləmini ora təqdim etmə imkanı olmalıdır və beləliklə həmin o qabiliyyəti təsdiq edən sənəd, sertifikat alarsa, Avropada belə standartlar var. Avropa kompüter hüquqları deyilən belə bir standart qəbul edilibdir ki, bu standart üzrə imtahan vermiş şəxs elektron vətəndaş pasportunu almış hesab olunur. O da beynəlxalq aləmdə tanınmış pasportdur. Yəni, bax, belə olduğu halda demək, həm internet millət olasan, həm elektron vətəndaş olasan və s. Bu normal bir şeydir. Xaricə bir çox ölkələrə gedirsiniz, imtahan internet üzərində. Bizdə də o proses gedir. Beynəlxalq təşkilatlar işçilər axtarır internetdə. Özünə iş tapır, Azərbaycanda tapmır, gedir bir ölkədə, baxır, onun nə qədər əmək haqqı var. Burada mən özümü idarə edə bilərəmmi? Gedir alır, mülkünü, mal, mülk, hamısı internet üzərində.
biznes müqavilələri, internet. Yəni hər şey bu dünyada. Azərbaycana dönsək, Azərbaycana bir nəzər yetirsək, bizdə də bu işlər çox sürətlə həyata keçirilir. Daha təbii sürətlə. Bizim düşüncəmiz təbii ki. Gəliz baxaqın görən, 5 il, 10 il bundan qabaqki vəziyyətə baxaq, indiyə baxaq, inkişaf göz qabağındadır. Kompüter adi məişətimizə daxil olur. Amma bəzi sahələrdə yaxşı deyil vəziyyətimiz. Rasim müəllim, indi yəqin çox danışacağıq. Məsələn, informasiya təhlükəsizliyində. Bu artıq sadə millətin deyil, mütəxəssislərin və lazımi qurumların məşğul olacağı sahədə, daha doğrusu bu sahənin bilicilərinin məşğul olacağı sahədə də vəziyyətimiz yaxşı deyil. Əgər Anar müəllim olsa daha çox ondan danışardıq. Ona toxunacağıq, buyurun danışmayın. Sadəcə olaraq mən onu bildirmək istərdim ki, həqiqətən də bu indiki müasir dövrdə o online education deyirlər də, yəni elektron təhsil sistemidir və yaxud da ki, o əqli fiziki çatışmazlığı olanlar üçün açığı mənim üçün hələlik aydın deyil. Azərbaycan Respublikasının vətəndaşlarına belə bir xidmət göstərilə bilər ya yox. Amma məsələn, doğrudan da Avropa İttifaqı ölkələrdə, Amerika Birləşmiş Ştatlarının, yəni haradakı informasiya texnologiyaları daha çox inkişaf edib, həmin ölkələrdə artıq universitetə getmədən də müxtəlif ixtisaslar üstə kursu götürüb, diplomu alıb və artıq evdə oturaraq da doğrudan da özünə iş tapa bilərsən. Yəni, sırf bir sıravi vətəndaş üçün mənim üçün də doğrudan da maraqlıdır. Rasim müəllim, bununla əlaqədar nə isə... Belədir, sual aydındır. İlk dəfə olaraq hələ 2000-ci ildə İqtisad Universitetində belə bir təşəbbüs həyata keçirilibdir. Amerika Birləşmiş Ştatları, Indiana Universiteti ilə birgə və orada ilk dəfə olaraq distant təhsil texnologiyası tətbiq olundu və indi də müvəffəqiyyətlə həyata keçirilir. Bu istiqamətdə bir sıra belə deyək ki, məsələlərin həlli lazımdır. Texnoloji cəhətdən mümkün deyil. Yəni ki, internet vasitəsilə hansısa bir sayta müraciət edilir, bu günlər adi bir şeydir. Amma məsələ bundan ibarətdir ki, həmin distant təhsilin özündə bir neçə hüquqi və digər məsələlərin həlli lazımdır. Elektron imza və elektron sənəd haqqında qanuna irəli gələn vəzifələr demək həyata keçirilməlidir. Yəni ki, o imtahan verən şəxs və yaxud da ki, hansısa bilin yoxlatdıran şəxs bilinməlidir ki, budur, bu deyil. Bu da bəzən yetərli olmur. Biometrik identifikasiya haqqında dövlət başçısının verdiyi dövlət proqramının həyata keçirilməsi gözlənilir. O da çox mühüm məsələdir ki, onun əl izi, onun o gözünün o xəritəsinin götürülməsi və kompüterə daxil edilməsi, bu da ikinci məsələ. Bunların hamısı belə deyək ki, normativ hüquqi bazanın yaradılmasını zərur edir. Ən başlıcası, mən mütəxəssis kimi deyirəm ki, bizdə milli elektron kontentlərin olmaması məsələsi var. Fərz elə ki, hamısı var. Fərz elə ki, qanunda demək həyata keçirilir. Fərz elə ki, texnologiyada var. Bu adam daxil olaraq kompüterə, orada elektron riyaziyyat varmı, elektron kimya varmı, yəni elektron dərsliklər olmalıdır və bu elektron dərsliklərdən başqa elektron testlər olmalıdır, bunun biliyini yoxlamaq və s. Belə olduğu halda sizə yəni o distant təhsil tamamilə yüksək səviyyədə həyata keçiriləcəkdir. Bu istiqamətdə addım-addım işlər aparılır, yəni ki, bu iş həyata keçirilir. Mən istəyirəm konkretləşdirək. Biz, Rasim müəllim, bir neçə verilişimizdə siz də iştirak edibsiniz. Ortaq məxrəcdə açıq dərsdə bu mövzulardan danışmışıq. Bu informasiya təhlükəsizliyi ilə bağlı Qəmlə xanım deyən konkret olaraq domen adları ilə bağlı. Bununla bağlı vəziyyət bizim xeyrimizə deyil. Biz neçə verilişdə bunun həyəcan təbirini çalmışıq. Bununla bağlı daha nələr demək olar tamaşaçılara? Məsələ bundan ibarətdir ki, bildiyiniz kimi virtual məkan formalaşır, artıq bu günümüzün reallığıdır. Yəni, internet artıq coğrafi cəhətdən genişlənir, istər Azərbaycan daxilində, istər dünyada. Və bunun da üzərində hörümçək toru deyilən o web saytlar şəbəkəsi formalaşır. Web saytların da adı domen adlarından ibarətdir. Yəni, istənilən bir saytın adına baxsan, sonluğu .az, önündə hansısa bir ad olur. Dünyada da, bax, bu virtual dünyanın özünün strukturu var, anatomiyası var. Bu hörümçək torunun özünün belə deyək ki, tamamilə belə sistemli şəkildə belə deyək ki, strukturu var ki, bax bu strukturlar hamısı domen zonalarının üzərindədir. Yəni virtual məkanın özü ölkə kodları ilə işarələnən domen zonalarından ibarətdir. Yəni .az, .ru, .tr və s. Bundan başqa da ümumi istifadəli olan, funksional zonalardan ibarət olan .com, .biz, .info və s. deyək ki, bax belə yüksək səviyyəli domen zonalarından ibarətdir. Və bütün nə qədər web saytlar varsa, yeri gəlmişkən deyim ki, onların sayı haradasa 150 milyona yaxındır. Yəni bu günləri dünyada o ümumdünya hörümçək torunda olan web saytların sayı 150 milyona yaxındır. O 150 milyon demək sayda olan bütün web saytlar o domen adları vasitəsilə işarələnib, o virtual məkanda olan domen zonalarına inşa olunubdur.
Və beləliklə virtual dünya bir tərəfdədir, dünya ictimaiyyəti digər tərəfdədir. Dünya ictimaiyyəti virtual məkanı istifadə etdikdə o axtarış sistemləri vasitəsilə Azərbaycan adı verərsə, heç də gedib Azərbaycanın marağına xidmət etməyən o saytlara çıxacaqdır. Bizim tərəfimizdən, yəni institutun əməkdaşları tərəfindən uzun müddətli araşdırmalardan, çox belə sistemli şəkildə araşdırmalardan sonra belə bir qanunauyğunluq ortaya çıxıb ki, demək məkirlah olaraq, yəni ki, o belə qəsd olaraq Azərbaycana məxsus coğrafi adları, Azərbaycanın o müxtəlif özü adından başlayaraq, yəni Azərbaycan adından başlayaraq, Bakı, Sumqayıt, Naxçıvan, Qarabağ, Şuşa, Laçın və s. bütün adlar bizim düşmənlərimiz tərəfindən bilavasitə olaraq onların familiyasına qeydiyyatdan keçirilib, bəzi hallarda anonim olaraq, bəzi hallarda başqalarının adlarına demək o qeydiyyatdan keçirilib və Azərbaycan xalqının maraqlarına xidmət etməyən bu günləri saytlar fəaliyyətdədir. Yəni domen adlarının təhlükəsi bundan ibarətdir. Bunun özü də o informasiya təhlükəsizliyi deyirsiniz, onun özünün bir hissəsi olan o informasiya müharibəsinin aparılmasının ən müasir texnologiyalarından biridir. Yəni dünya ictimaiyyəti virtual məkanda Azərbaycanı belə deyək ki, dünya ictimaiyyəti ilə Azərbaycan reallıqları, Azərbaycan tarixi, mədəni dəyərlər arasında bir qara pərdə asılıdır. Dünya onu görmür. Virtual dünyanın özünün xəritəsində Azərbaycan reallıqları görsənmir və görsənirsə də çox az görsənir. O virtual dünyanın da virtual dövlətləri elə o domen zonalarıdır. Bilirsiniz, söhbəti biraz da insanlara açaq və mən düşünürəm ki, elə bayaq dediyimiz o mütəxəssis məsələləri Rasimən, burada yaxşı aktuallaşır. Amma mən burada biraz da sərt danışacağım bu məsələdə. Bu təkcə mütəxəssis də deyil, buna cavabdeh qurumlar. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi cavab verməlidir. Söhbət nədən gedir? Bir ölkənin sərhəddi var, quru sərhəddi, bir də onun informasiya sərhədləri var. Quru sərhədlərimizin kim keçərsə, bu artıq müharibədir, elan olunur və biz ona cavab verməliyik. Və bugün bizim informasiya sərhədlərimizi blokad yapmayıblar. Bizim bütün informasiya sərhədlərimizi keçib oturublar Azərbaycanın içərisində və biz bunu icazə vermişik. Söhbət ondan getmir ki, onlar pozmayıblar. Onlar bütün bu məkanı tutublar. Azərbaycan adında bir məkanı tutublar. Və bu informasiya təhlükəsizliyi, əgər siz dünya ölkələrinə çıxsanız, bu çox ciddi bir məsələ kimi qarşıya çıxar. Söhbət nədən gedir? Bunu biraz açıq deyək. Biz deyirik ki, informasiya müharibəsi aparırıq. Nə edirik? İnformasiya müharibəsini aparmaq üçün gedirik, aparmırıq, özümüzü təbliğ edirik. Gedirsən bir tədbir keçirsən, bir tədbirə nə qədər adam gələr? 100 adam, 200 adam, 300 adam, 400 adam, düzdür? Bir ildə keçirək, hər gün bir tədbir keçirək. Sayın o bir tədbirə dünya ölkələrində hər 365 gündəki qədər etdiyimiz tədbirdə dəvət olunub eşidən adam qədər bir gündə internetə insan girir. Bir gündə insanlar girir və indi onlar Azərbaycan haqqında eşidirlər. Azərbaycan haqqında eşidən kimi birinci hansını vururlar, hansı saytı açırlar, dünyada dominantlığı komlar edir. Rasim müəllimə mən çox təşəkkür edirəm buradan. Rasim müəllim özü, onun rəhbərlik etdiyi institut bu sayədə çox gözəl işlər görür. Ən vacibi ki, bu araşdırmanı çıxarıblar ortaya. Onlara çox böyük təşəkkür düşür, amma mən çox istərdim ki, Rasim müəllimin bu araşdırması, o institutun bu araşdırması çox ciddi şəkildə bizim qurumlarda müzakirə olunsun və çox ciddi addımlar bəlkə də sabahdan başlasın, atılsın. Gedir Azərbaycan.com, verir, Yahoo.com'a girirdi, nə bilim Rambler'e, hara girdim, verir Azərbaycan, çıxardır qabağa. Baxın, mən xahiş edirəm, buradan çıxın Azərbaycan.com'u açın. Görün orada Azərbaycan adını nə tapacaqsınız siz? Azərbaycanın yalan-yanlış şeylər, özü dəhşətə gələcəksiniz. Söhbət Azərbaycan.com'dan getmir, Rasim müəllim çıxarıb. Qarabağ adı, məsələn, ermənilər, Naxçıvan monument istəyirik bizim abidələr, orq. Qarabağla bağlı, Bakı ilə bağlı, Sumqayıtla bağlı, nə axtarsanız, hamısı, bax, Azərbaycan.com bu Rasim məmgilin, Azərbaycan.net, orq, biz, hamısı kimin əlindədir? %90'ı da ermənilərin əlində. O adamlarla ki, biz informasiya müharibəsi aparırıq həm də. Bizim informasiya təhlükəsizlik sistemimiz ermənilərin əlindədir. Bunu gəlin açıq şəkildə deyək, adları var, nə vaxt qeydiyyatdan keçiriblər, kim qeydiyyatdan keçirib, familiyalarına bax. Mofsas Karamanokyan Azərbaycan.com'un sahibi. Biz buna icazə vermişik. Bunu biraz açıq deyək. Və sizə mən deyim, indi abidələr, bu günləri Naxçıvanın abidələri ilə bağlı bir siz ermənilər dünyada çox çirkli təbliğat aparır. Bizim abidələrimiz, Möminə xatın da törbəsi də bizimdir, Xudafərin də.
İndi bir başqası deyəndə biz də deyirik ki, yox belə deyil. Bir xarici də deyir ki, Qədirə Paşayeva düz deyir. Bir baxtarı gəlir, verir. Naxçıvan, Monuments, orq çıxır abidələr. Hamısı bir-bir yazılıb erməni abidələr. Və yaxud heç o bizi görmür. Bizi görməyən Azərbaycanı duyan nə qədər adam bu dünyadan istifadə edir. Və biz bu dünyada hər şey vermiş ermənilərin əlinə, əleyhimizə. Və indi deyirik ki, biz informasiya müharibəsi aparırıq. Bu cür mümkün deyil müharibəni aparmaq və mən indi ona gələcəm bu məsələ. Biz çox ciddi şəkildə bunun üzərinə düşüb bu saytları hansı yolla olur olsun almalıyıq. Azər.info Azərbaycan haqqında informasiya Grigor Melkonyan. Azərinfo nə ilə axtarlar? Azərinfo Grigor Melkonyanın əlində. Sonra Bakusu Grigor Melkonyanın əlində. Aşot Amaturi, Sumqayıt. Hamısı info, hamısı ermənilərin bu siyahını oxuyun. Qarabağ info, Karin Vartanesyan, Qarabağ su, Grigor Melkonyan. Biz Qarabağ adını vurub bunu oxuyurlar gördüklərini. Və o adamlara artıq bu məlumatı alandan sonra və onların bazası bax ermənilər deyən istiqamətdə formalaşır. Çox maraqlı məsələ qaldırdınız. Sadəcə olaraq mən hüquqi müstəvidə bir neçə məsələlərə aydınlıq vermək istərdim. İlk növbədə tamaşaçılarımız üçün aydın olsun, bu domain dedikdə nə başa düşürük? Yəni, çoxlu Azərbaycanda adlar var. Əli var, Vəli var, Həsən var, Məhməd var. İnternet məkanında isə hər bir kompüterin öz nömrəsi var və öz adı var. Sadəcə olaraq 70-ci, 80-ci illərdə bu nömrələr daha asanlaşsın deyin. Yəni, bütün bu rəqəmləri yadda saxlamaq qeyri-mümkün olduğuna görə bunu adlarla adlandırmağa başladılar. Yəni, həm coğrafi mənada, həm gördükləri işlə əlaqədar, məsələn, education, edu, sonra məsələn, governmental hökumətlə bağlı olan qov və indi sual nədən yaranır? Necə ki, Azərbaycanda çoxlu adlar var, internetdə isə yalnız bir ad ola bilər. Yəni, artıq internetdə ikinci Əli və yaxud da ikinci Məmməd ola bilməz. Onda sual yaranır. Bax, belə olduğu təqdirdə nə etməli? Kimə şikayət etməli? 70-ci, 80-ci illərdən başlayaraq bütünlükdə bu prosesə Amerika Birləşmiş Ştatları nəzarət edir. Bu Amerika Birləşmiş Ştatlarının xüsusi qeyri-dövlət qurumu var. Əslində o vaxtla Amerika dövlətinin ticarət departamenti tərəfindən yaradılmış İCAN deyilən bir qurumdur. İCAN-da ingilis dilindən tərcüməsi belə gedir, səhv eləmirəmsə, qeydiyyatdan keçmiş adlar və nömrələr üzrə internet korporasiyası. Bu internet korporasiyası dünyadakı demək olar ki, bütün domenlərə nəzarət edən bir qurumdur və son dövrlərdə, xüsusən 2000-ci ilin əvvəllərində bu geniş bir siyasi bir debat da yaratdı bir sıra ölkələr arasında. Xüsusən Amerika Birləşmiş Ştatları bir tərəfdən, digər tərəfdən Avropa İttifaqı və digər tərəfdən böyük dövlətlər olan Çin, Rusiya və digər qurumlar. Məsələ bundan ibarətdir ki, Qədirə xanımın və Rasim müəllimin qaldırdığı məsələlərlə əlaqədar həmin ki, o domenləri almaqdan ötürü konkret olaraq Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən fiziki şəxsləri də belə həmin İCAN təşkilatına müraciət edə bilərlər. Artıq 1999-cu ildən bəri başlayaraq onların prosesual qaydaları var və üzr istəyirəm, bir məsələyə də toxunum ki, ən acınacaqlı hal burada bundan ibarətdir ki, bütün dünya ölkələri ilə müqayisədə Amerika Birləşmiş Ştatları həm nəzarət baxımından, həm də qanunvericilik baxımından burada bütün mexanizmlər onların əlindədir. Məsələ təsadüfi deyil ki, artıq son 3-4 ildə, xüsusən indi Rasim müəllim bunu daha yaxşı bizdən bilər, həm Cenevrə samitində, həm Tunisdə olan sammitdə bu məsələ bir neçə dəfə qaldırılmışdır ki, digər dövlətlər tərəfindən ki, yəni bir ölkə bütünlükdə bu domenlərə nəzarət edə bilməz və bir maraqlı faktı da deyim, hüquqi tərəfdən həmin İCAN təşkilatı Kaliforniya ştatında qeydiyyatdan keçmişdir və Kaliforniya qanunvericiliyinə görə fəaliyyət göstərir. Ona görə də hər hansı bir vətəndaş və yaxud qurum onlarda konkret bir domenlə əlaqədar şikayət verdikdə həmin ştatın məhkəməsində baxılacaqdır və yaxud da ki, həmin qurumda baxılacaqdır və onların da qərarından və yaxud da ki, hərəkət və hərəkətsizlikdən də şikayət verməyə digər qurum yalnız maksimum dərəcədə olabilir ümumdünya əqli mülkiyyət təşkilatı. Yəni, başqa cür desək, hal-hazırda necə ki, biz virtual aləmdən danışırıq, müəyyən mənada elə hüququ tənzimlənməsi də bir qədər də virtualdır. Yəni, tam mənasında hələ təkmilləşməmiş bir prosesdir. Rasim müəllim, Qədirə xanım dedi, bu axtarırsan və gəlir çıxır Naxçıvanda və bəlli olur ki, güya bu ermənilərindir. Bəli, hansısa tapılır. Bəli, bu aktiv... Adı gedir, içindəki bütün ermənilər nə istəyir oraya yazıblar. Bu aktiv informasiya müharibəsi sizin terminlə desək. Amma elə saytlar da var ki, fəaliyyətsizdir. Bəli.
bu informasiya blokadasıdır, yoxsa? Tamamilə doğrudur. Yəni ki, orada biz araşdırma aparmışıq ki, çoxlu sayda domen adları ilə biz məşğul olmuşuq, saytlara daxil olmuşuq, onu qruplaşdırmışıq, məntiq qurmuşuq, yəni məntiqi nəticə əldə eləmişik. Məlum olub ki, bir dəstəsi məhz Azərbaycanın maraqlarının əksinə olaraq, demək, təbliğat aparırlar, özdə çox zəhərli, ziyanlı təbliğat aparırlar. Bu aktiv informasiya müharibəsidir. O domenlərin qeydiyyatındakı boşluqdan istifadə edərək, tamamilə boşluqdan istifadə edərək, Azərbaycan xəritəsini qoyur qabağına, bütün o adların hamısını qeydiyyatdan keçirir. Özə ki, yeri gəlmişkən qeydiyyatdan keçmək bir 5-10 dolların söhbətidir. Yəni ki, çox ucuz bir qiymətə. Biz də biraz gecə ayılmışıq. Biz də bir vaxtlar oturub belə onları özümüz eləyə bilərdik. Biz də o qeydiyyatlardan keçirə bilərdik. Hətta mən onu demək istəyirəm ki, hələ də gecikməmişik. Yox, hələ də gecikməmişik. Hələ qabaqda da bizim çoxlu işlərimiz var. Çünki hələ tək Azərbaycan adları deyil, Azərbaycanın tarixi, mənəvi dəyərləri, tarixi şəxsiyyətləri, bizim yemək adlarımız, bizim musiqi adlarımız, yəni ümumiyyətlə Azərbaycan xalqının özünün leksikonunda nə qədər söz varsa, o qədər də domen adı var. Yəni ki, biz hələ o problemin, o təhlükənin hələ qarşısındayıq. Mən üzr istəyirəm. O domen adlarındakı boşluq var, iki cür domen. Gəlin onu biraz aydınlıq gətirək, tamaşaçılar da istəyirlər. Var ölkə kodu ilə bağlı domenlər, onların həmin o domen zonalarına qeydiyyat məsələləri bir qədər fərqlidir. Orada biraz məhdudiyyətlər var, orada biraz o ölkənin qanunları işləyir. Bir də var ki, ümumi istifadədə olan domenlər var ki, o .com-dur, .biz, .info və s. Bütün bunların demək, orada qeydiyyat məsələsi liberaldır. Bəzi kiçik məhdudiyyətlər var ki, hesab edirəm ki, heç o qədər də əhəmiyyətli deyil. Orada çoxlu boşluqlar var. O boşluqlardan istifadə edib qeydiyyatdan keçirlər. Bu virtual məkanın özünün belə deyək ki, immunitetinin zəifliyindən istifadə edib virus kimi gəlib orada otururlar. Bunu biz görürük. Artıq bu təhlükəni hiss edirik və müəyyən addımların atılması üçün də artıq əsaslar vardır. Rasim, mənim dediyim bilirsiniz nədən var? Mənim dediyim odur ki, bizim qarşımızda çox böyük bir düşmən var, ermənilər. Bizim qarşımızdakı düşmən bunu çox gözəl anlayıb, başa düşüb və oturub o boşluqlardan istifadə edərək, çox təəssüf ki, onlar bizdən qabağa düşüblər. 10 il bundan qabağa. Və onlar başa düşüblər ki... 1997-ci ildən başlayıb. Bəli, onlar başa düşüblər ki, bu dünyada ən böyük təbliğat və bir ölkəyə qarşı aparılacaq ən böyük müharibədir. Bunu çox gözəl başa düşürlər. Sənin təbliğatın, tarixin, indi biz aktivləri danışdıq, elə Rasim dedi, bəziləri də ki, fəaliyyətsizdir. Sən artıq orada fəaliyyət sferanı da tam məhdudiyyət alıb saxlayıblar sən orada. Dondurur. Və bunu, bu boşluqlardan istifadə ediblər və biz bunu etməmişiksə, biz, mənim dediyim nədən ibarətdir? Bu veriliş burada qalmamalıdır. Mən bu barədə, Rasiməm, 7-8 ay bundan əvvəl Amerikadan mən gəldim. O zaman uşaqlar orada qaldırdılar o məsələni ki, Qənri xanım, Azərbaycan.com-dan sizin ümumiyyətlə xəbəriniz varmı? Mən baxdım, mən bunu televiziyada bir dəfə dedim, mətbuatda dedim, Rasim müəllim dedi, bunu neçə dəfə açıqlayıb. Amma bu televiziya səviyyəsində qalmamalıdır. İndi mən hesab edirəm, elə Rasim müəllim rəhbərlik etdik bu institut, bu sahədə ən belə də üst qurum mən bunu hesab edirəm. Çünki özüm gedib fəaliyyətlərindən tanış olmuşam Rasim müəllim girin, bir söhbət eləmişik institutda. Məsələn, əgər maddi dəstək lazım, dövlət bu vəsaiti ayırmalıdır və oturub Rasim müəllim dediyi bayaq maraqlı bir şey vardı. İndi gecikmədiklərimizi hələ başlayıb ilk növbədə oturub onun hamısını almaq lazımdır. Bu çox ciddi şəkildə keçirməlidir və digərlər var ki, hansı ki bizim adlarımıza deyil, onların hansını biz ala biliriksə, almalıyıq, ala bilmiriksə, lazımi instansiyalarda iddiaları uduzmaq belə gözə alaraq ki, bəlkə uduzarıq, amma bunu qaldırıb almalıyıq. Fikrinizi davam etdirəsiniz, telefon xəttində Hürşünas Ələsgər Məmmədli olmalıdır. Ələsgər müəllim. Alo. Ələsgər müəllim, siz dinləyirsiniz müzakirələri, mövzu ilə bağlı sizin hansı qeydləriniz varmı? Axşamınız xeyir, əvvəla mən bütün studiyadakı qonaqları salamlayıram və bütün tamaşaçıları salamlayıram. Doğrudan da çox aktual bir məsələni müzakirəsini siz burada başlamışsınız. Əslində biz təbii ki, birçok şeydə gec qalmışıq, amma hələ də önəmli bir funksiya həyata keçiririk. Yəni bu məsələni irələtmək lazımdır. Gec qalmaq olar, amma heç qalmaq, hərəkət etməməkdən bu yaxşıdır. Bunun üçün məncə informasiya cəmiyyətinin insanını və informasiya cəmiyyətinin ümumiyyətlə vətəndaşını, informasiya cəmiyyətinin dövlətini qurmaq lazımdır. Yəni bu bir dövlətin ya da bir hansısa institutun, əməkdaşlarının işi deyil, hansısa millət vəkillərinin işi deyil. Bu bütün cəmiyyəti hazırlamaq lazımdır. Məsələn, Azərbaycanda informasiya, kommunikasiya texnologiyaları ilə bağlı infrastruktur genişləndirmək lazımdır. Mən hesab edirəm. Mən dünən bir beynəlxalq tədbir üçün Bakıda olan Türkiyəli dostlarımızla oranın Dövlət Planlama Təşkilatının hüquq eksperti və
Daxili İşlər Nazirliyinin hüquq eksperti ilə bir araya gəlmişdim. Elə mövzumuz bu informasiya kommunikasiya texnologiyaları və internetdən istifadə məsələsi idi. Mən öyrəndim ki, məsələn, Türkiyədə 1 megabit sürətlə internetə qoşulma ADSL bağlantı ilə təxminən $20. Mən isə burada Bakıda buna 700 manata qoşururam. Yəni, əgər biz bu infrastruktur ya da bir kompüter, deyək ki, müasir kompüter Amerikada bugün bütün parametreləri ilə çox geniş imkan təqdim edən kompüteri $800.000 aldığımızı burada $2.500 aşağı ala bilmiriksə və bizim alım gücümüz təbii ki Amerikadakı kimi deyilsə, o zaman biz istifadəçilərin sayı 10% Rasim müəllim dediyi kimi keçməyəcəkdir. Bu da informasiya cəmiyyəti qurmaq üçün, elektron devlət qurmaq üçün, dünyada elektron ortamda yarışmaq üçün ən az əhalinin %60'ı bu internetdən istifadə eləmə qabiliyyəti olmalıdır. Bunun üçün infrastruktur olmalıdır. Mən hesab edirəm ki, bu istiqamətə ölkə başçısı prezidentimiz elan elədi ki, Azərbaycanda neftdən sonra prioritet olaraq istiqamət informasiya kommunikasiya texnologiyaları inkişafında görülür. Bu hökumətin ciddi addımıdır, mən hesab edirəm. Bu istiqamətə ciddi vəsait ayırıb və yerli istehsalı gücləndirib hər evə bir kompüter kampaniyası başlamalıdır. Nə qədər istifadəsi çox olarsa, nə qədər ucuz internetə qoşularsa, o zaman daha çox domen də əldə edərik, daha çox domenləri informasiya yerləşdirərik və bu, bugün bizlə mübarizə aparan qruplar qarşısında əlimizi gücləndirərik. Əks halda, əgər bizim əlimizdə vasitə yoxdursa, kompüter yoxdursa, ya da internetə giriş üçün biz hələ saylaqdan istifadə edir, saatlarca bağlantı gözləyiriksə, o zaman hansı informasiyanı yerləşdirib ya da hansı informasiya müharibəsi, mübarizəsi aparmaqdan danışma imkanımız olar. Bugün cəmisi ADSL bağlantılarının sayı 10% keçmir Azərbaycan. Amma dünyanın bir çox ölkəsində artıq 30 megabit sürətə keçən ADSL bağlantısına keçiləcək gələn ildən. Yəni biz bu texnologiyanın inkişafını nəzərdən qaçırmadan bunun infrastrukturu üçün mən hesab edən bir vəsait almalıyıq. Qonaqlarımız çox maraqlı, çox önəmli məsələlərə toxunurlar. Ona görə mən çox maraqla dinləyirəm və bu arada hesab elədim ki, mən bağlanım və öz sözünüzü. Təşəkkür edirəm Rasim müəllim. Çox gözəl bir məsələyə bax, bayaqlar dedik, o çıxış imkanları, Rasim müəllim də ona toxundu. Çıxış imkanlarını sürətləndirmək lazımdır ki, insanlar daha rahat çıxa bilsinlər. Bu söhbət həm də maddi cəhətdən gedir. Təbii ki, insanların buna belə bir bağlanmasının imkanları həm ümumiyyətlə keyfiyyət baxımından, həm də elə maddi baxımdan ki, insanlara daha rahatlıq, bayaqlar dedilə, kompüterlərlə bağlı olsun. Bunlar da çox önəmli məsələlərdir. Amma ən vacibi elə Ələsgər müəllim dedi, cənab prezident artıq bunu elan elədi, prioritet kimi ki, bu Azərbaycan üçün prioritetdir. Çünki bugün İsrailə baxın, balaca bir dövlət yaxın şərqin ortasında. Mən İsraildə idim. Bilirsiniz, çox balaca bir ölkə. Bu günlər ən böyük gəlir mənbəyi İsrailin informasiya texnologiyalarından, ən böyük gəlir mənbəyindən biri və onlar çox böyük nailiyyətlər əldə ediblər və mən düşünürəm ki, bizim bu nailiyyətləri əldə edə bilərik. Sadəcə lazımi insanlardan, lazımi yerlərdə istifadə eləmək və o insanların fikirlərindən cəmiyyət istifadə eləmək, bu çox önəmlidir. Buyurun Rasim müəllim. Demək, yox, orada iki məsələ toxunmaq istəyirəm. Biri o sual verilənə qədər ki, o suala cavab vermək istəyirdim. Bax, hesab edirsiniz ki, bu günlər Azərbaycanda görürsünüz ki, turizm sektoru da inkişaf edir. Çünki neft sektorlarının içərisində İKT ilə yanaşı turizm sektoruna da böyük əhəmiyyət verilir. Çünki Azərbaycanda istirahət üçün, ümumiyyətlə turizm sektoru üçün çox önəmli yerlərimiz var. İstər dəniz qırağı, istər dağlarda səfalı güşələrimiz var. İndi onların adlarını fərz eləyək ki, bizim düşmənlərimiz götürürsə, xaricdən bu Azərbaycana gəlmək istəyən o sayta, yəni ki, məsələn, Nabran adını, nabran.com məsəl üçün götürərsə, hansısa başqa birisi, demək, həmin turizm obyekti yoxdur da hesab edək ki, də. Yəni, xaricdən o, demək, hansısa bir turizm obyektini seçib əvvəldən baxmaq istəyir, orada hansı şəraiti var, onun vizual tərəfləri, şəlaləsi, dağı, bağı və s. Yox, yəni demək istəyirəm ki, yox, əgər bizim düşmənlərimiz onu götürərsə və virtual məkanda, yəni o saytların adında bu adlar zəbt olunarsa, hesab edilir ki, Azərbaycanın turizm sektoruna çox böyük zərbə vurulmuş olar. Yəni demək istəyirəm ki, bu informasiya müharibəsi tək mənəviyyat məsələsi deyil, həm də onun iqtisadi tərəfləri var. Yəni ki, Azərbaycanın özünün beynəlxalq məkanda, o virtual məkanda aparacağı o informasiya iqtisadiyyatı müstəvisində müəyyən bizim demək təhlükələrimiz O ki qaldı, hörmətli bizim demək Ələsgər müəllimin sualına, o dedikləri hamısı əlbəttə ki, deməzdim ki, belə deyək ki, əsas var. Çünki doğrudan da bu internetin inkişaf mərhələləri var ki, dial-up televizyon getmək, sonra indiki o müasir texnologiyalar var ki, o ADSL adı çəkdir.
ümumiyyətlə belə deyək də, Azərbaycanın özünün beynəlxalq aləmə çıxışı üçün özünün süni peyki yoxdur. Yəni qiymət hardan formalaşır? Gəlin baxalım. Yəni Azərbaycan bəyəm istəmir ki, internetin sürətini qiymətini aşağı. Onu gətirmək istəyirəm. Yox, mən onun özünün müəyyən mənası var. Yəni siz düşünürsünüz ki, Azərbaycan o rəsmiləri istəmir ki, Azərbaycan əhalisi çıxsın yüksək sürətlə o qabaqcıl o internetdə. Yox, hamı istəyir bunu. Bu interneti Azərbaycanın Avropaya, yəni ki, o ən qabaqcıl, ən yaxşı o kontentlər olan o virtual dünyaya çıxışının qiyməti bizdən asılıdır. Onun maya dəyərinə baxsaq, yəni nədən ibarətdir onun qiymətləri? Görərsən ki, beynəlxalq trafikin qiyməti, üstə gəl o kontentlər var ki, o kontentlərin bura daşınmasına söhbət gedir də. Yəni, bütün bax bu virtual o məkanda olan veb saytların o komla görsənir. 50%-dən çox, 60-70%-i Avropada, hətta 80-90 da deyirlər ki, Avropada, Şimali Amerikada yerləşir. Bizlər internet, kompüter əldə edərək, çıxırıq, gedib o kontentləri istifadə edirik. Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan təşəbbüs qaldırıbdır. Beynəlxalq Telekommunikasiya İttifaqı ilə müvafiq işlər aparılır ki, təxminən deyirəm ki, 2010-cu illərdə Azərbaycanın özünün süni peyki olacaqdır orbitdə. Belə olduğu halda o qlobal internetdə, o beynəlxalq internetdə olan kontentlər güzgü olaraq Azərbaycanın o data center deyirlər, o informasiya saxlanışlarında yerləşdiriləcəkdir. Azərbaycan artıq Avropaya əl uzadan deyirlər, buradan götürəcəkdir. Qiymət də aşağı olacaqdır, sürət də yüksək olacaqdır. Azərbaycan pul da qazanacaq, ətraf ölkələrdən və onun iqtisadi qiymətləri var ki, region ölkələrinə o Sputnik demək ki, süni peykin imkanlarından kommersiya məqsədləri ilə başqa ölkələrə də icarəyə verəcəkdir. Yəni demək istəyirəm ki, bunun özünün bir texniki, iqtisadi, bir uzaq görən bir siyasəti var ki, o siyasət artıq ortadadır, rəsmiləşdirilibdir. Azərbaycan rəsmi olaraq bu istiqamətə müraciət edibdir. Bir neçə ilin söhbətidir ki, Azərbaycan o sürətli internetə qoşulacaqdır. Burada bir sərgi keçirildi. 3 gün ərzində mən oradaydım və İsrail bir kampaniyasıdır. Əsasən bunu Avropada, Şərqi Avropada xüsusilə və Orta Şərqdə həyata keçirən. Onlar göstərirdi öz nəticələrini və izah edirdilər ki, Azərbaycanda bu qurulanda nələr verəcək Azərbaycana. Bu təsəvvür edirsiniz ki, Azərbaycanın özü üçün önəmlidir. Azərbaycana gəlir mənbəyidir. Azərbaycan üçün strateji önəmi var. Bu bir təhlükəsizlik məsələsi. Həm də o məkandakı bir təhlükəsizlik üçün Azərbaycanın çox önəmlidir. Təbii ki, ona görə bu çox vacibdir. Az qalıb, ona görə danışmam. Biz əvvəlki məsələyə qayıdırıq. Məsələn, Azərbaycan.com, digər məsələlərin zəbt olunması məsələsi, informasiya məkanından. Şikayət proseduru varmı? Hal-hazırda şikayət prosedurunu bilavasitə müəyyən edir İKAN təşkilatı. Yəni, yeganə qurumdur ki, şikayət baxır və onun da müəyyən etdiyi qurumlar vardır. Mən çox üzr istəyirəm tamaşaçılardan da, biz tez-tez burada ingilis dilində ifadələri deyirik. Mən elə gəlir ki, bunun özü də bir problemdir bizim dil üçün. Yəni ki, filologlarımız, dilçilərimiz də bu informasiya texnologiyaları inkişaf etdiyi qədər də eyni zamanda dildə də müəyyən islahatları keçirməlidirlər. Çünki şikayətlərin özü də ingilis dilində verilir. Yəni, həmin o internet korporasiyası var ki, adlar və qeydiyyatları nəzarətdən keçirir. Ora şikayətlər verilir. Şikayətlər birinci səviyyəli, ikinci səviyyəli və üçüncü səviyyəli domenlər üzrə olur və orada komissiyalar vardır. Komissiyalar 1 nəfərdən 3 nəfərə qədər olur. Şikayətə ingilis dilində baxılır, rəy verilir və şikayətdən yenidən apellyasiya qaydasında həmin quruma şikayət verə bilərsən və yaxud da ki, müvafiq qaydada Ümumdünya Əqli Mülkiyyət Təşkilatına şikayət verə bilərsən. Söhbət burada ondan ibarətdir ki, burada beynəlxalq qanunvericilik ilə yerli qanunvericilik toqquşur. Nə mənada? Məsələn, bizdə hal-hazırda Cənab Prezidentin bu işlə əlaqədar olan bir sıra fərman və sərəncamları vardır. Xüsusilə mən qeyd etmək istərdim ki, 31 mart 2006-cı ildə Gov.az domeninin işlədilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qaydaları müəyyən olunmuşdur. İnformasiya texnologiyaları sahəsində Prezidentin fərman və sərəncamları olmuşdur. Lakin şikayət prosedurunun özünü bayaq dediyimiz kimi ki, həm bu informasiya təhlükəsizliyi baxımından, məsələn, adı bir dövlətin özü üçün, adı bir nümunə gətirim. 2004-cü ildə Liviya Ərəb Respublikasının rəsmi domeni 5 gün bağlanmışdı ödənişlə əlaqədar problemə görə və bu Liviyada böyük geniş əks-səda yaratmışdı. Çünki Liviya hökumət strukturlarına heç bir saytına girə bilmirdi. Amma digər tərəfdən də bu bir biznesdir. Yəni, başqa cür desək, dırnaqarası ağıllı adamlar əvvəlcədən bir sıra adları alırlar, sonra da bunu satırlar.
Məsələn, ən bahalı satılan domenlərdən biri www.business.com domenidir ki, 7 milyona satılmışdır. İndi sual yaranır ki, şikayət verdikdə hara veririk? Biz yenə də verməliyik İKAN təşkilatına. Burada da toqquşma vardır. Çünki bir sıra dövlətlər İKAN-ı artıq həmin, yəni Kaliforniyada yerləşən o qurumu mərkəzi qurum kimi tanımaq istəmirlər. Məsələn, bunlardan biri Rusiyadır, Çindir, İrandır, Braziliyadır, Argentinadır. Məsələn, Avropa İttifaqı təklif eləmişdir 2005-ci ilin Tunis sammitində bircə bir qurum yaradılsın. Amerika Birləşmiş Ştatları ilə inkişaf etməkdə olan ölkələr və Avropa İttifaqı ki, bütün şikayətlərə bircə baxsınlar və paralel olaraq da artıq həm Amerika Birləşmiş Ştatlarında, həm Avropa Şurasında Cyber Crimes, yəni kibernetika üzrə olan cinayətlər üzrə konvensiyada qəbul olunub. Yəni, haradasa mənə elə gəlir ki, artıq qanunvericilik bazası getdikcə təkmilləşir və biz də bu beynəlxalq konvensiyalardan irəli gələrək öz daxili qanunvericiliyində müəyyən əlavə və dəyişikliklər etməliyik. Mən bunu qısa deyəcəm. Birinci, mən hesab edirəm 3 istiqamətli iş aparmalıyıq. Birincisi, Rasim məmdə dedi, Dadaş məmdə ki, bəzilər bundan biznes üçün istifadə edirlər. Biznes üçün istifadə edənlərin əlində nə qədər bizimlə bağlı var, biz onları almalıyıq Azərbaycan olaraq. Bugün Azərbaycan üçün bunlar böyük pullar deyil və bir dəfəlik biz bunları alıb sahib çıxmalıyıq və bunu bitirməliyik bu məsələ. İkinci bir məsələ ki, bayaqları da Rasiməm dedi ki, bunlar hələ boşdular və ümumiyyətlə gələcəkdə, məsələn, turizm obyektləri olsun, şirkətlər özləri olsun. Buradan elə səslənək fiziki və hüquqi şəxslərə. Onlar öz adlarıyla olan bu saytlara sahib çıxsınlar indidən, qoymasınlar başqa əllərə düşsün, buna sahiblənsinlər. Amma dövlətə bağlı, bizim regionlarımız olsun, rayonlarımız, tarixi abidəmiz, bununla bağlı nə boşluq, harada nə tutula bilərsə, məsələn, institut səlahiyyət verilməlidir ki, siz bu işlə məşğul olursunuz və buna pul ayrılır. Onlar oturur, bütün tədqiq eləyirlər, siyahılar tutur və bununla razılaşdırılır bu siyahılar və biz bunları artıq təsdiqləyirik Azərbaycanın adına və bu bir daha heç kimin əlinə düşmür. Amma üçüncü qrup ən çətinidir. Bu xüsusilə ki, bunu ermənilər alıb və bunu almaqda onlar biznes üçün almayıblar. Məhz bunu alıblar ki, Azərbaycanın əleyhinə istifadə edəcəklər və bunları satın almaq çox asan olmayacaq. Bunların bəlkə demirəm bir neçəsi satsın, amma qalanları ki, xüsusilə bu böyük, belə deyək, bu müharibədə çox önəmli olan bu adda, onu belə satmayacaqlar. Onda da bütün hüquqi, Dadaş müəllimin dediyi ki, biz son bütün hüquqi yollara əl atmalıyıq və mən düşünürəm ki, bizə bir müsbət bir şey bu hüquqi məsələdə bizə kömək edəcək. Nə? Biz bu argumentdən istifadə etməliyik ki, bu saytlar məhz qəsli şəkildə alınıb, biznes yox. Çünki Ermənistan bütün dünya bilir, Azərbaycan münaqişəsi var və bunlar burada çirkli məqsədlərdən istifadə etmək üçün bunu alıb. Biz bu məsələnin də üstündən gedəriksə ki, bu doğru deyil, mən düşünürəm ki, həmin o təşkilatlarda bir nəticə almamıza bəlkə bu kömək edər. Amma digər ən sonda da ki, hansılardasa problem yoxsa biz ümumiyyətlə bu məsələni beynəlxalq təşkilatlara, bütün beynəlxalq təşkilatlar səviyyəsində, səfirliklərimiz səviyyəsində ümumiyyətlə dünyaya çıxarmalıyıq ki, bu saytlar var, onların siyasıyla, bunları ermənilər alıb və bu saytda Azərbaycana qarşı təxribatlar irəli sürülür. Və bu listə, bu siyahı Xarici İşlər Nazirliyinin saytında, dövlət orqanlarımızın hamısının saytlarında bu dövlətin siyasəti olmalı. Yerləşdirməlidir ki, virtual məkanında erməni vandalizmi. Bəli, vandalizmi var, bizə erməni vandalizmi var, erməni işğalı var virtual məkanda və bütün bizim saytlarımızı açarlar, hər şəxsi saytlarda olsa, insanlarımız da onu qoysunlar ki, hər adam açanda onu görsün ki, ermənilər bu saytlarda bizə qarşı təxribat gedir. Ən azı biz hansı saytlarda təxribat var, bunu dünyaya çatdırmalıyıq və beynəlxalq təşkilatlarda da qaldırmalıyıq, mən düşünürəm şəxsən. Rasim müəllim, siz həm deyilən fikirlərə münasibət bildirin, həm də burada məsələ həm coğrafi adlar, şəxslər və qurumlarla bağlı. Mövcud hüquqi mexanizmdən ibarət. Mən sizə deyim, mövcud hüquqi mexanizm ondan ibarətdir ki, coğrafi adlarda tamamilə boşluqdur. Yəni onu kim götürürsə geri qaytarmaq bugünkü hüquq onun qarşısında belə deyək ki, təslim olur. Amma demək, əgər hər hansı bir şirkətin ticarət markasıdırsa, məsələn ki, Microsoft, Mitsubishi, Sony və s. və yaxud da hansısa bir təşkilatın adıdırsa, bu ikinci məqamdır hüquqda. Üçüncü məqam ondan ibarətdir ki, əgər ispat olunursa, Paris Konvensiyasının tərəflərinə müvafiq olaraq qeyri-sağlam rəqabət
gedirsə, məsəl üçün görmürsünüz də Panasonic C ilə qutarmır, K ilə qutarır. Məsəl üçün tefal, nəsə onu belə dəyişirlər. Yəni, o məşhur adların o zontikin altına girib adını, familiyasını dəyişməklə onun malını elə bilir ki, bazarda satışını biraz sürətləndirir. Fikrimi izah edə bilirəm də. Yəni, bu domenlərin adlarında da ispat olunur ki, qeyri-sağlam rəqabətə girirlər. Yəni, o ada yaxın. Bax, bir dənə konkret misal çəkim. Alta Vista bilirsiniz ki, internetdə ən məşhur axtarış sistemlərdən biridir. Latviyadan hər hansı bir şirkət götürübdür, 46 variantda Vista'nı saxlamaqla, o Alta'nın başına oyun açaraq, 46 variantda hərf simvolu yazıb ora ki, Elta Vista, Ulta Vista, nə bilim, Olta Vista və s. Onu qeyri-sağlam rəqabət kimi o Amerikanın Milli Arbitraj Forumu məhkəmədə tutulub əlindən aldı ki, Paris Konvensiyasının filan maddəsini pozmusan. Qayıdıram Azərbaycanın zəbt olmuş adlarına. Həmin o hüquqi mexanizm var ki, UDRP deyirlər, domen adları üzrə mübahisələrin həlli üzrə vahid siyasət var ki, o ICANN deyilən qurum tərəfindən qəbul edilib, Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının nəzdində bir arbitraj mərkəzi yaradıbdır və bir neçə belə məhkəmə qurumları var ki, onlar özü yeri gəlmişkən deyim, adi o ənənəvi məhkəmədən söhbət getmir, elektron məhkəmədən söhbət gedir. Yəni, onlayn məhkəmədən söhbət gedir ki, ta Cenevrəyə getmək lazım deyil, Kaliforniya getmək lazım deyil. Elə buradan oturub internet vasitəsilə müraciət edirsən ki, bax, Azərbaycan adı deyirəm ki, mən konkret götürürəm ki, Azərbaycan adı coğrafi addır. Fərz elə ki, həmin hüquqi məhkəmədə boşluqdur. Amma Azərbaycan adı ilə bizdə ticarət markası kimi nə qədər məhsullar var? Bizdə patent agentliyi var, bizdə müəllif hüquqlar agentliyi var, bizdə Ədliyyə Nazirliyində təşkilat var, bilirsiniz. Yəni, bu qeydiyyatdan, yəni zəbt olunmuş adların o həmin hüquqi maddələrin geri qaytarmaq üçün kifayət qədər bizdə belə deyək ki, istinad nöqtələri vardır. Onu biz geri onun üçün də, bizdə ticarət palatasına, yəni ki, müvafiq Azərbaycanda qurumlara müraciət etmək lazımdır ki, həmin adların özünün hüquqi o əsasını hazırlasın və müraciət etmək lazımdır həmin arbitraj məhkəmələrə. Bir dənə də olsun Azərbaycan Respublikasından həmin məhkəmələrə şikayət getməyibdir. İndiyə qədər demək istəyirəm, 25 bin məhkəmə işi baxılıbdır, 25 bin məhkəmə işinə baxılıbdır. Onun 97%, bax fikir verirsə, 97% şikayət edənin xeyrinə demək, həll olunubdur. O deməkdir ki, bu vandalizm ilə faktının göstəricisidir də, 97%, yəni ki, burada başqa məsələ yoxdur. Bax, bizim o Azərbaycan.com yoxdur, onu götürən şəxsi, mən özünün şəxsi demək, o məhkəmədə işlərə baxmışam. İşi peşəsilə məhkəmə tartışmasındadır. Yığıbdır, bir neçə şirkəti var. Bir şirkətində 11.107 domen adını, bütün dünya xəritəsini qoyub qabağına, bütün coğrafi adları o domino daş kimi yığıb qeydiyyatdan keçiribdir. Sedokomda 8 milyon adlar. Bizdə də belə adamlar olacaq ki, onlar da bundan belə yaxşı bir bizneslə məşğul olacaq. Bizdən də belə mütəxəssislərimiz olacaq. Bir də Sedokomda 8 milyon adda satışda demon. Biz amma ən vacib bir şeyə mən xahiş edəcəm, bundan toxunacağıq. Mən hesab edirəm ki, bayaq şirkətlər dedik. Ola bizim ayrı-ayrı şirkətlər, fiziki şəxslər bununla məşğul olma qaydalarını bilmir. Mən hesab edirəm, bizdə belə bir orqana səlahiyyət verməlidir. Mən elə dedim bayaqlar, yenə deyirəm, Rasim Müəllim İnstitutu, maddi vəsaitləri, qoy o şirkət, o fiziki şəxs də gəlsin bir məsləhət alsın, kömək olsun. Yəni, bir mərkəz kimi yaradılmalıdır. Onu hər kimsə istədiyi kimi eləyə bilməz. O gəlsin, müraciət eləsin. Lazımsa da orada pullu da məsələn ola bilər ki, şirkətlər üçün məsələn. Amma dövlət üçün təbii ki, bu dövlətin hesabına getməlidir. Amma biz maraqlı bir şeyə toxunmadıq. Rasim, mən istədim buna toxaq. Bu Wikipedia ilə bağlı. Bilirsiniz, bizim ikinci böyük bəlamız informasiya təhlükəsizliyi danışdıq. Budur. İndi Rasim onu məndən daha yaxşı izah edər. Bu Wikipedia bütün dünyada belə bir ensiklopediya yoxdur, məqalə də yoxdur. Hər kəs buna girir, məlumat almaq üçün. Xahiş edirəm, siz girin Azərbaycana baxın. Azərbaycana baxın, Naxçıvanla bağlı deyir, ermənilər bunu aparır. Naxçıvanla baxın və görün ermənilər o saytda nələr edir? Azərbaycanla bağlı nə istəyirsiniz anti-təbliğat aparır. Azərbaycana qarşı istəyirsiniz, nə istəyirsiniz eləyir. Bütün özlərini təbliğ edən hər şeyi yerləşdiriblər. Mən buradan istəyirəm səslənək, bizim institutlarımız var. Tarix institutumuz, nə bilim, mədəniyyətlə bağlı, elmlə bağlı hər şey.
bizim alimlərimiz, bizim mütəxəssislərimiz, ziyalılarımız hardadılar? Niyə yoxuq biz bu saytda lazım səviyyədə? Niyə bizim tariximiz, mədəniyyətimiz, abidələrimiz, o coğrafi adlarımız, bölgələrimiz lazım səviyyədə belə deyək, bütün məlumatlarımız, məqalələr var. Neçə milyon məqalə sizdə? 9 milyon. 9 milyon məqalə. Niyə bizim məqalələrimiz, elmi orada yoxdur? Bax, bu da ikinci bir tərəfidir bu bəlanın. Mən hesab edirəm, yenə deyirəm sözün sonunda, Rasiməm, siz bilmirəm necə üçün, mən hesab edirəm ki, bir qurumun çətiri altında, Dadaş müəllim də, mütəxəssisləri də əlavə cəlb eləməklə, hüquqşünasları da cəlb eləməklə bu məsələni artıq prioritetə çevirib bitirmək lazımdır. Elementar bir məsələyə mən toxunmaq istəyirəm. Həm də bir şey, vaxtımız azdır, bir dəqiqəmiz var, onu da sizə verirəm. Amma o məsələdə biz dedik biz sərhədlərimizi qoruyuruq silahlarla bəllidir. Virtual məkan silahı nədir? Həm də ona toxunun sonda. Bax, bir dənə silah deyirəm. Biz, bax, Qarayev dedik ki, Britanika ensiklopediyasında qarşısına erməni bəstəkarı sözü yazılmışdı. Bu ictimaiyyəti haqlı olaraq narazı əmələ gətirdi. Bizim adımız nədən ibarət oldu? Həmin o nəşriyyatla, özdəki internet nəşriyyatdan söhbət gedir. Yəni, bu kağız nəşriyyatdan söhbət getmir. Qəndərə xanım toxundu. Wikipedia internet üzərində ən böyük, belə, ondan böyük ensiklopediya yoxdur. 9 milyon məqaləsi var. Dünyanın 253, o bir sayt deyil, o saytlar şəbəkəsidir. Kollektiv beyinli, bəli, 253 millətin dilində orada məqalələr vardır. Özə qarşılıqlı, belə strukturlaşmış məqaləsidir. Kim nə istəyir orada axtar? Kim nə istəyir orada? Dünya artıq stolüstü, dünyanın stolüstü kitabı həmin o Wikipediyadır. O senatoru da, kongresmeni də, alimi də, ortababı da, ortabab vətəndaşı da ondan istifadə edir, bilik əldə edir. Və biz orada çox zəifik. Və bunu biz boynumuza alırıq və orada da ermənilər, yəni ki, o İngilis dilli ermənilər bizə qarşı çox mühüm müharibə aparırlar. Qayıdıram o Qarayev söhbətinə. Qarayevlə bağlı biz hansısa bir bəyanatı verdik və nəşriyyat üzr istədi, onu düzəltdi. Bu çox zəif bir addımdır. Onun ən güclü addımı olardı ki, Qarayev.com yaradasan, Qarayev.org yaradasan, Wikipediyada yerləşdirəsən, Wikipediyada Qarayev yerləşdirəsən. Buna deyərlər virtual məkanda, bax, o siz dediyiniz o informasiya silahı var. Bax, belə məsəl üçün adlar baxmaq. Son təklifi deyim, mən hesab edirəm Azərbaycanın bütün elmi, ziyalı ictimaiyyətinə ilk növbədə bu informasiya texnologiyaları fənnini millət vəkillərinə, hökumət üzvlərinə və elmi institutlardan başlamaq lazımdır. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xatırladıram ki, studiyamızın qonaqları Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Profesor Rasim Əliquliyev, millət vəkili Qənar Paşayev və hüquqşünas Dadaş Alışov idi. Bu mövzunu növbəti verilişlərdə davam etdirəcəyik. Növbəti görüşlərə qədər salamat qalın.